Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Allah Teala Bəqərə surəsinin 214-cü ayəsində buyurur: Bismillahirrahmanirrahim. Em hasibtum en tedhulul cenne ve lemma ya'tikum mesalellezine khalav min qablikum. Siz elə hesab edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız. Allah Teala bizlərə bu ayədə çatdırır ki, əvvəlki ümmətlərin başına gələnlər sizin də başınıza gələcək. Siz elə hesab etməyin ki, onların başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız. Bu ayədə söhbət imtahandan gedir. Bəli, imtahan ilahi hədəflərdən biridir. Amma məsələ bu deyil ki, bir insan imtahan olunacaq, imtahan olunsa tamam, yəni cənnətə gedəcək. İnsanın başına gələn hər hansı bir hadisədən üzü ağ çıxarsa cənnətə gedəcək. Nəinki o imtahan olundu, tamam, yəni qutardı, imtahan olundu, gedəcək cənnətə. İlahi imtahanlar zamanı bəzi insanlar tərəqqi edir, bəzi insanlar da tənəzzül. İlahi imtahanlarda insanların tərəqqisi və tənəzzülü insanların imtahanlara baxışından asılıdır. Bəziləri hər hansı bir çətinlik onlara üz gətirəndə fəryad edirlər. Allah Teala buyurur: "İza messahuşşerru cezu'an." Bir zərər dəydikdə onlara fəryad edərlər. İlahi imtahanlar zamanı üsyan edənlər tənəzzülə uğrayarlar. Bəziləri də hər nə çətinliklər olur olsun Allah'a sığınırlar və çətinliklər müqabilində təslim olmurlar. Allah Teala Bəqərə surəsinin 249-cu ayəsində buyurur: "Kəm min fi'atin qalilatin galabat fi'atan kesiratan biiznillah. Vallahu ma'as-sabirin." Nə qədər az dəstələr ki, Allahın izni ilə çox dəstələrə qalib olub. Allah ardıcan buyurur: "Vallahu ma'as-sabirin." Allah səbr edənlərlədir. Yəni onlar ki, möhkəm iradə ilə qabağa gedərlər və istiqamət göstərərlər, mən onlarlayam. Baxmayaraq ki, o dəstə azdır, Allah Taala'nın izni ilə o dəstə qalib olar. Çünki Allah o dəstə ilədir. Allah Taala Ali İmran surəsinin 146-cı ayəsində buyurur: "Nə çox peyğəmbərlər olub ki, onlarla yanaşı möminlər düşmənlərə qarşı vuruşublar. Bu ribbiyunlar o kəslər idi ki, onlara baş verən hər hansı bir müsibətdə nə süsləşərlər, nə zəifləyərlər, nə də ki, zillətə təslim olarlar." Möminlər belə olmalıdırlar. Nə süsləşməlidirlər, nə zəifləməlidirlər, nə də ki, zillətə təslim olmalıdırlar. Əgər çətinliklər zamanı istiqamət göstərsələr, möhkəm iradə ilə qabağa getsələr, Allah Teala buyurur: "Vallahu ma'as-sabirin." Mən səbir edənlərləyəm. Yəni istiqamət göstərənlərləyəm. Möhkəm iradə ilə mübarizə aparanlarlayam. Bu çətinliklər bir gün böyük bir ordu ilə üz-üzə dayanmaq ola bilər. Bir gün hər hansı bir başımıza gələn bəla ola bilər, müsibət ola bilər. Hər bir halda möhkəm iradə ilə istiqamət göstərmək lazımdır. Mübarizə aparmaq lazımdır. Belə olanda Allah o kəslərlədir və onlar Allahın izni ilə qalibdirlər. Bəziləri çətinliklər zamanı süslük göstərirlər. Qarşısında böyük bir ordu görsə süslük göstərər, təslim olar, zillətə boyun əyər. Buna misal olaraq Talutun qoşunundan bir iddəni demək olar ki, Allah Taala onları su və özlərindən dəfələrlə çox qoşunla imtahan etdi. Bəziləri belə buyurdu: "Qalu la taqata lana el-yawma bi Caluta və cunudihi." Onlar buyurdular: "Bugün Calut və onun qoşununa bizim gücümüz çatmaz." İnsanda iman və iradə zəif olanda müxtəlif bəhanələr gətirir. Bizim imanımız olmalıdır ki, bizim hər bir işimizin arxasında Allah var. Onlar ki, Allah'a söykənirlər, böyük iradə ilə qabağa gedirlər və istiqamət göstərirlər, belələri qalibdirlər. Kəm min fi'atin qalilatin galabat fi'atan kesiratan biiznillah. Onlar Allahın izni ilə qalibdirlər. İnsanların, xalqların tərəqqisində möhkəm imanın və iradənin mühüm rolu var. Bir qövm öz müqəddaratını dəyişməsə, Allah da onların müqəddaratını dəyişməz. Xalqların müqəddaratını dəyişən ən böyük amil möhkəm iradə və imandır. Biz xalq olaraq dinimizə, dəyərlərimizə olan baskılara qarşı möhkəm iradə və imanla mübarizə aparmalıyıq. Əgər belə bir mübarizə aparsaq, فَإِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْغَالِبُونَ. Həqiqətən də Allahın ordusu qalibdir. Amma şeytan və onun ordusu məğlubdur.
Fə innə hizbəş-şeytani humul xasirun. Həqiqətən də şeytanın ordusu ziyankarlardandır. Yəni məğlubdurlar. Biz əgər şeytan və onun dostlarının müqabilində zəiflik göstərsək, onlar dinimizi, dəyərlərimizi bizim əlimizdən alacaqlar. O həddə gəlib çatıblar ki, dindar xanımları belə həbs edirlər, zindana salırlar. Əgər bizlər zəiflik göstərməsək, möhkəm iman və iradə ilə mübarizə aparsaq, fə innə hizbəllahi humul qalibun. Allahın ordusu qalibdir. Allah Teala inşallah bizlərin qəlblərimizi möhkəm iman və iradə ilə nurlandırsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.